Xaçmazda minik avtomobili aşıb yaralılar var. Hadisə Gəndab Xaçmaz Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan Toyota markalı avtomobili idarə etmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilən Bakı şəhər sakinləri sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü Rəy Həsənbəyov, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Ayna xanım Balacayevadır. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Faktla bağlı araşdırma aparılır.